Salam dəyərli abituriyentlər, bir daha hər birini salamlayıram. Mən İlnur müəllim artıq Heydər Baba Salam poemasının ikinci hissəsinin izahını təqdim edirəm. Birinci hissənin izahı öncəki videomuzda yayımlandı. Keçək ikinci hissənin izahına. Deyir Heydər Baba, biraz yaxınlaşdırım. Heydər Baba, gəldim səni yoxlayım. Heydər Baba müraciət var yenə də. Bir də yatağım qucağında yuxlayam. Ömrü qovam, bəlkə burada haqlayam. Uşaqlığa deyəm, bizə gəlsən bir. Aydın günlər, ağlar yüzə, gülsən bir. Yəni, deyir ki, gəldim səni yoxlayım, bir də yatım, qucağında yuxlayım, yəni həmin yerlə bir də yuxuya gedim. Ömrü qovam, bəlkə burada haqlayam, uşaqlığa deyəm, bizə gəlsən bir. Yəni, həmin günlərin bir daha geri dönə bilərmi? Aydın günlər, ağlar yüzə, gülsən bir. Heydər Baba, çəkdin məni gətirdin, artıq məni çəkib gətirmişsən öz yanına. Yurdumuza, yuvamıza yetirdin, Yusifi uşaq ikən itirdin. Qoca Yaqub itmişsəm də tapıbsam, qavalayıb qurd ağzına qapıbsam. Yoldaşlar, demək biz burada görürük ki, demək Məhəmməd Hüseyn Şəhriyar özünü Yusuf, Heydər Baba dağını isə Qoca Yaqub adlandırıb. Gedənlərdən yeri burada görünür, yəni hansı ki dünyadan köçüb onların yeri görünür. Xanım nənəm ağ kəfənin bürünür. Artıq burada xanım nənəsinin ölümü ilə bağlı məlumat var. Dalımcadır, hara getdim sürünür. Bala gəldin, niyə belə gec gəldin? Səbrim səndən güləşdi, sən güz gəldin. Hətta nənəm olmasa da belə, həmişə mənim dalımda sürünər ki, bala niyə gec gəldin? Səbrim səndən güləşdi, sən güz gəldin. Yəni, mən səbrimə qalib gələ bilmədim, səbirsiz oldum, sən güz gəldin. Zaman keçir, üfüqlərdə toz qalır, yəni artıq vaxt keçir. Karvan kimi uzaqlarda toz salır. Duman gəlir, ürəkləri çulğalır. Ürək deyir, zaman keçmə amandır. Keçənlərdə gözüm var, bir dayan dur. Çox şükür var, yenə gəldik, görüşdük. İtənlərdən, bitənlərdən soruşduq. Küsmüşdük, Allah qosa barışdıq. Bir də görüş qismət ola, olmaya, ömürlərdə fürsət ola, olmaya. Artıq mənası aydındır deyək ki, bir çox şükür artıq yenə də görüşmüşük. İtənlərdən, bitənlərdən artıq yenə də soruşmuşuq. Bir də görüş qismət ola, olmaya, ömürlərdə fürsət ola, olmaya. Yəni, ömürdür, hər an son ola bilər. Burada xəyal meydanları genişdir. Xəyal meydanları genişdir. Dağlar, daşlar bütün mənə tanışdı. Məni görəcək Heydər Baba danışdı. Artıq burada dağın dilindən deyilən ifadə var. Dağ görək nə deyib Məhəmməd Hüseyn Şəhriyar. Bu nə səsdir, sən aləmə salıbsan. Gəl bir görək, özün harda qalıbsan. Axı, Məhəmməd Hüseyn Şəhriyar çox məşhur insan olub Cənubi Azərbaycanda. Yəni, bu nə səsdir, sən aləmə salıbsan. Gəl bir görək, özün harda qalıbsan. Bu xırmanda aradanxır oynardıq. Baxın, aradanxır oyun adıdır. Ya da saxlayaq ki, aradanxır oyun adıdır. Comalaşıb qarışqa tək qaynardı. Yəni, o insanların, uşaqların çoxluğuna qarışqaya bənzədir. Yavaş-yavaş bağçalarda ağnardıq. Ağaclardan çilik ağac kəsərdik. Qorxusunun qorxusundan əsərdik. Ya da bu çilik ağac yanında oyundur. Bu tövlədə sarı inək doğardı. Xanım nənəm inəkləri sağardı. Ana iyisi dam divardan yağardı. Mən buzu qucaqlardım, qaçmasın deyərdi. Demək, anası deyərmiş, xanım nənəsi deyərmiş ki, bax, bacıya dolsun, daşmasın. Bu damlarda çoxlu cızıq atmışam. Yəni, o doğrudan damlara cızıq atırlar da, ya öz adını yaza bilər, ya hər hansı nəsə yaza bilər. Bu damlarda çoxlu cızıq atmışam. Uşaqların, aşıqların udmuşam. Aşıq-aşıq oyunu var. Qurğuşunlu saqqı alıb satmışam. Uşaq necə, heç zadından şad olar. İndi bizim qəmi tutmur dünyalar. Doğrudan uşaq bəzən heç nəydən şad olur, sevinir, gülür. Məktəb qalır, uşaqlar dərs alırlar. Hey yazırlar, hey pozurlar, yazırlar. Molla İbrahim özü evi qalırlar. Amma bizim yoldaşlardan qalan yox, bunlardan bizi yada salan yox. Demək, Molla İbrahim təbii ki, orada mollalıq eləyib, dərs deyib. Molla İbrahim özü evi qalır, amma bizim yoldaşlardan bir nəfər də qalan yoxdur. Növbətə keçək. Bir vaxtında bu məktəb pərgar idi. Bir müseyib, bir məmdəsən var idi. Bir xəlifə, bir vəzirkah idi. Axund bizə oynamağa gedərdi, özü bizə oynamaq öyrədərdi. Demək, Mürseyib olub, Məmməd Sən olub, yəqin ki, bunun dostları olub təbii ki, eyni zamanda Axund bizə oynamaq öyrədərdi. Dedim, balam, o Məmdəsən nə oldu? Yəni, bunun dostu o, Məmdəsən nə oldu? Məlum oldu ki, tifil bala ölübdü. Nə var, nə yox, burnundan qan gəlibdi.
Bir yeləsir baxırsan Məmdəsən yox, bu kənddə bir burun qanı kəsən yox. Məmdəsən soruşur, Məmdəsən sən niyə burundan qan açılıb? Bir qan açılmağa görə də insan ölər. Deyir, bir yeləsir baxırsan Məmdəsən yox, bu kənddə bir burun qanı kəsən yox. Yəni, bir adam yoxdur ki, o qanın qabağını alsın. Dedim, deyin, Müseybə nə gəldi? Qulam gördüm, ağlar gözü ilə gəldi. Dedi, o bahalıq düşdü öldü. Yəni, Müseyib bahalıq düşüb acından ölüb. Dolana bilməyib, acılıqdan ölüb. Dedim, yazıq bizlə xanaqsıl bölənlər bitməyəndə azlarında öləndə. Bu məktəbdə şeirin şəhdini dadmışam. Artıq ilk şeirlərimi bu məktəbdə yazmışam. Axundun ağzından qapıb udmuşam. Gahdan da bir axunda aldatmışam, başım ağrır deyib qaçıb getmişəm, baxsadı gedib gözdən etmişəm. Mollanı alladırmış ki, başım ağrıyır, evə icazə ver və qaçırmış. Azad olanda məktəbdən çıxardıq. Hücum çəkib bir-birini sıxardıq. Yolda hər nə gəldi vurub yıxardıq. Uşaq demə, ipin qırmış dana deyə, bir dana demə, özü də 50 danadır. Yəni, məktəbdən çıxanda doğrudan da uşaqlar bir-birinə qarşırır, onları hətta ipin qırmış danaya bənzədir. Kəndi yazıq çarıq tapmır yandıra, ictimai motivdir, baxın. Kəndi yazıq çıraq tapmır yandıra. Görüm sizin bərqiz qalsın andıra. Kim bu sözü ərbablara qandıra? Nədir axı bu millətin günahı? Tutsun sizi görüm məzunlar axı. Yazıq çıraq tapmır kəndi yandıra. Bu ifadəni ərbablara qandırmaq lazımdır. Bu millətin günahı görüm ərbabları tutsun. Hər nə alır, baha verir qiyməti. Hər şey bahadır, ucuz fəqət əkincinin zəhməti. Bir də əkincinin zəhməti ucuzdur. Bitənindən artıq bitən ücrəti, kənd uşağı gedir yolda işləyə, orada bəlkə qəndi tapıb dişləyə. Kəndli gəlin kimi dünyanı bəzər, ərbabın qapısında işləyər, öz övrətə yamaq-yamaq düzər. İynə bəzər xalqı özü lütgəzər, indi də var çarşablar albaqdır, uşaqların qız basası çılpaqdır. Bu zəmində gedib gözdən itərdik. Tonqal qırıb, sütülləri ütərdik. Sütül yoldaşlar qarıqdalıya deyirlər, qarıqdalına ütərdik. Deyib gülmək muradına yetərdik. El də gülsün muradına yetişsin, ürəklərin yaraları bitişsin. Heydər baba, səndə dəfinələr var, qızıllar var. Dağlar vədiyəsi, xəzinələr var. Amma sənə bənzər də sinələr var. Bu sinələr dağlar ilə danışır, dağlar kimi göylər ilə qonuşur. Yəni, demək, bu sinə dağlarla danışır. Dağlar kimi göylər ilə qonşu, yəni ən uca dağa çıxıb oradan demək göyü seyr eləmək. Heydər baba, səni vətən bilmişdim. Vətən deyib baş götürüb gəlmişdim. Səni görüb göz yaşımı silmişdim. Halbuki lap qəmli qürbət səndəymiş. Qara zindan, az şəribət səndəmir. Gəldim ki, sənin yanıma bir dərdimi, qəlbimi unudum, amma gördüm, sən məndən 5 betər dərdlisən. Kim qaldı ki, bizə buğum vurmadı? Altdan bizə kələş qurmadı. Bir mərd oğul bizə havar durmadı. Şeytanları qucaqlayıb gəzdizsiz, insanları ayaqlayıb əzdizsiz. Doğrudan da burada bax deyir ki, altdan hər kəs bir-birinə kələş qurur. Bir mərd oğul bizə havar durmadı, bizə havadar durmadı. Şeytanları qucaqlayıb gəzdizsiz, insanları ayaqlayıb əzdizsiz. Divar ucaldı, gün bizə düşmədi. Zindan qaraldı, göz seçmədi. Gündüz gözü mənim lampam keçmədi. Selcə bastı, əmmiz oldu, göl oldu. Əmmiz dolub göl oldu, əmmiz yəni ağzına qədər dolu. Əmmiz dolub göl oldu, çox yazığın evi çönüb göl oldu, çöl oldu. Bu bağçada alçaları dərərdik. Qış adına çıxıb damda sərərdik. Heydər çıxıb yalandan çöndərərdik. Qız zumarın yayda yiyib doyardıq. Bir küllidə minnət xalqa qoyardıq. Yəni, o doğrudan da demək, kənd yerlərində o alçanı, əriyi, cavanını sərirsən qurusun ki, qışda istifadə edəsən və bunlar da çıxıb o demək, qış demək, ruzusun yayda ilə yeyirmişlər. Evlər qalır, ev sahibi yox özü. Yəni, hər kəs köçüb, ya ölüb, ya da köçüb. Ocaqların ancaq işıldar közü. Gedənlərdən az çox qalıbdır sözü, bizdən də bir söz qalacaq ayaman. Kimlər bizdən söz salacaq ayaman. Yəni, o gedənlərdən bir söz qalıb, bizdən də görəsən bir söz qalacaqmı? Aşıq deyər, bir nazlı yar var imiş. Eşqindən odlanıb aşığın dilindəndir. Eşqindən odlanıb yanar var imiş. Bir sazlı söhlü şəhriyar var imiş. Odlar sönüb, onun odu sönməyib. Fələk çönüb, onun çarxı çönməyib. Şəhriyar artıq baxın, sondan əvvəldə, demək, ikinci bənddə öz adını çəkib. Heydər baba, alçaqların köşk olsun. Bizdən sonra qalanlara eşq olsun.
keçmişlərdən gələnlərə məşq olsun, övladımız məzhəbini danmasın, hər içi boş sözlərə aldanmasın. Doğrudan da alçaqların köşkü olsun, bizdən sonra gələnlərə eşq olsun, qalanlara eşq olsun, keçmişlərdən gələnlərə, yəni keçmişini unutmayanlara məşq olsun, övladımız məzhəbini danmasın, hər içi boş sözlərə aldanmasın. Gələk burada, demək, bağlı müvazi məqam baxaq. Əsər ana dilində, təbii ki, poema yanırında, heca vəzində yazılıb. Əsərin vacib xətti yoxdur, lirik poemadır. Təhkiyə istifadə olunma, yəni danışıq təhkiyə yoxdur, çünki lirik poemadır. Sadə formada, anlaşılı dildə beşlik formasında yazılmışdır. Müxəmməs deyil. Bəndlərin hər biri 5 misradan ibarətdir. B, B, A, A, C, C, D, D şəklində qafiyələnir. Misradaxil bölgüsü əsasən 4-4-3 şəklindədir. Bütün misra bu formada bölünməb, çünki bəzən 6-5 bölgüsü də var. Poema 2 hissədən ibarətdir. Şair 76 bənddən ibarət olan birinci hissəni Tehranda yazıb, 49 bənddən ibarət olan ikinci hissəni isə Təbrizdə yazıb. Birinci hissədə şairin romantik düşüncələrə öz əksini tapmışdır. Uşaqlı illərində Heydər Budağının ətəklərində Xoşkinəm, Şəngülova, Qayış Qurşaq, Qaraçəməndə keçirib. Şəhriyarın hafizəsində bu yerlərə bağlı demək xatirələr silinməz iz buraxmışdır. Bu torpağın əsrarəngi təbiəti, xalq həyatının ayrı-ayrı məqamları, insanların unudulmaz siması, müxtəlif hadisələr şairin yaddaşına həkk olunmuş, illər sonra poemanın birinci hissəsində bədii lövhələrə çevrilmişdir. İkinci hissə şair real müşahidələrinə, mövcud konkret problemlərə daha çox yer verilir. Demək, birinci hissə romantikdir, ikinci hissə isə konkret problem daha çox yer verilir. Poemanın birinci hissəsi şairin romantik dünyasını, ikinci hissəsi isə şairin gerçək mövqeyini oxucuya çatdırır. Əsərdə təbii gözəllikləri, xalqın adət-ənənələri, kənd adamların məşğuliyyəti, həyat tərzi Novruz şənlikləri, şairin el obası ilə bağlı arzuları, ciddi siyasi ictimai problemi öz əksini tapır. Əsərdə həmçinin Azərbaycan ikiyə bölünməsinə etiraz edilmiş, milli azadlıq mübarizəsindən gizli çağırış, gizli çağırış öz əksini tapır. Gizli çağırış, üstü örtülü çağırış öz əksini tapır. Amma Türkün dili şeirində gizli çağırış yoxdur, açıq şəkildə demək orada mübarizə var. Burada gizli mübarizə var, amma Türkün dilində açıq şəkildə mübarizə var. Şifahi xalq ədəbiyyatın ruhu, xalq etnoqrafiyasından məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, nəticədə təkrarlanmaz gözəlliyi ilə seçilən ölməz sənət əsəri meydana gəlmişdir. Poema ilk dəfə 1954-cü ildə Təbrizdə kitab şəklində çap olunmuşdur. Poema yazılma səbəbi ilk növbədə anası Kövkəb xanımın oğlum, sənə böyük şair deyirlər, fəqət necə yazırsan ki, mən anlamıram sözlərin təsiri ilə, digər tərəfdən şairin özünün etirafını uşaqlıq illərində bərabər oynadığı insanların zövqünü oxşamağı idi. Əsərdə yalnız təbii təsvirlər və etnoqrafi məqamlara yox, psixoloji anların da təsvirinə yer verilir. Əsərdə dağ obraz özünə məxsus bir yer tutur, dağ vətəninin rəmzidir. Şair Heydər Baba dağını uşaqlıq qibləgahı adlandırır. Əsərin ikinci hissəsində şəhərə özünü Yusif, Heydər Baba dağını isə qoca Yaquba bənzədir. Əsərdə ana torpaq, onun təbiəti üçün kövrəlmiş şairin böyük həsrəti, nigarançı duyğuların öz əksini tapır. Poemada xalqın və məmləkətin illər uzun istismar edilməsi, müxtəlif siyasi qoyunlara qatılmağı fikri də oxucuya çatdırılır. Əsərdə Heydər Baba darda qalıb şir kimi haray çəksə də, şair gələcək ümidlə, nikminlə nəzər salır. Ümidlə, nikminlə demək, nəzər salır. Şairin fikrincə, yalnız namərdlərin burunlarını ova bilən mərd oğulların doğulması ilə xalq əsarətdən qurtara bilər. Yəni, problem verir və problemin həll yolunda deyib. Əsərin əsas obraz şairin özüdür. Hadisələr onun dilindən danışılır. Heydər Baba dağına müraciətlə başlayır. Bütün bəndlərin müraciət yoxdur. Əsərdə şairin ailəsi haqqında müəyyən məlumat da vermişdir. Mənim atam süfrəli bir kişi idi, el əlindən tutmaq onun işi idi deməkdə, atasını el əlindən tutduğunu vurğulayıb. Anasının el əlindən tutması fikri yanlışdır, yəni atası ilə bağlı. Sürgün illərin ağrı acılı, tələbəlik illərin nakam məhəbbəti, Ramazan bayramı əlaqədə ad-ənənələr öz əksini tapıb. Yəni, ağrı acıları olsun, tələbəlik illəri olsun, bu barədə məlumun əksini tapmayıb. Şair ana dilində yazılmış möhtəşəm abidə saysa da, ana dilində danışmağın vacibin məsələsinə
toxunulmayıb. Əsərdə şair canlı xatirə kimi yaşadığı bəzi obrazlar var. Aşıq Rüstəm, damları suvayan Məmməd Sadıq, çayda paltar yuyan Həzi xala, nənə qızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri, Seyidlərin tacı, Mərdə şirin namərdə acı, məzlumların haqqını qoyan Amir Qafar, Xoşnəmin gülü Firzə xanım, heykəli saqqalı Talustur babaya bənzədilən Mir Mustafa dayı, süfrəli bir kişi xal əlindən tutan müəllifin atası, Axund Molla İbrahim və s. obrazlar var. Bu nə səsdir sən alimə salıbsan, gəl bir görək özün harda qalıbsan. Misrada dağın dilindən şairə ünvanına. Bu mən hər iki hissəsində müəllif öz adını çəkir. Belə dəyərli yoldaşlar, təşəkkür edirəm diqqətinizə görə. İnşallah növbətli bir video izahda sizlərlə görüşəcək. Minnətdarım.